Bəzi adamlar deyir, bu mərasim keçirdirsiniz, əzadarlıq vurursunuz. Bunun adı nədir, bunun fəlsəfəsi nədir, niyə belə eləyirsiniz? Bu səhnəni canlandırmaq, əyani olaraq cəmaata göstərmək şərtdir. İnsan psixologiyasında var, mən bunu dəfələrlə misal çəkib demişəm sizə, yenə də deyirəm. Musa əleyhissalama Tur dağında xəbər çatdı ki, qövmün neyniyir? Buzova sitayiş edirsən, 40 gün buradasan, etikaf eləmirsən, Allahla danışığa gəlmirsən, sənə Tövrat nazil olur. Amma qovmun orada oyun çıxartır, buzova sitayiş edir. Bu məlumat Həzrəti Musaya çatdı, bir söz kimi çatdı. İndi o söz kimi ona çatanda neyniyib, neynəməyib mən bilmirəm. Mümkündür qəmlənər, ağlayar, neynəyər, bundan mənə xəbərim yoxdur. Amma bu xəbəri bilə-bilə gəldi gözü ilə gördü buzovu, cəmaatın ona sitayişini, Samirinin neynədi? Lövhələri çırpdı, yerə çırpmadı. Harunun qardaşının saqqalından yapışdı, yapışmadı. Onları danladı, danlamadı. Fəryad, nalə elədi, eləmədi. Bilmirdi, bilirdi. Amma yenə gözü ilə gördü, şahid oldu. Bir adama xəbər verirlər ki, atın ölüb. O da uzaqdadır. Xəbər çatanda bir xeyli ağlayır, ağlayır, ağlayır. Gəl dəfinə çat. Yol boyu ağlayır, indi yol uzunsa bir arada bir toxtayır da. Gəlir hadisə yerinə çatanda elə bir xəbəri buna bir də verirlər. Yenə başlayır cəmaatı qoşulub ağlamağa. Hələ olmur. Bu hadisəni əyani olaraq cəmaata göstərməsin, izdiham olaraq yığılıb bunu xatırlamasın, insanların fikrindən çıxar. Özü də durub heç kəsin qapısına xəbər göndərilmir, gəlginən. Hamı həmən o eşqlə, həmən içəridə olan atəşlə gəlir o məclislərə ki, o məclislərdə o kişi yad olunur. Hüseyin əleyhissalam yad olunur.